Hepinize salam, mən Qırra Akademi İngilis dili müəllimi Sona müəllimə. Sizdən nelərdə olduğum üçün çox xoşbəxtəm. Video seçmək məni xoşbəxt edir. Deməli dostlar, bugünkü mövzumuz bütün müəllimləri və hətta içirmən qarşı bütün müəllimləri narahat edən deməyim də ən çox sualların ünvanlandığı mövzulardan biri olan speaking haqqında danışmaq istəyirəm. Artıq mövzunun adını YouTube videosunda bildiyiniz kimi mövzumuz speakingdir. Deməli, speaking haqqında danışarkən çətinlik çəkənlərin problemləri oradan qaldırmaq üçün gəlmişəm bu videoda və bir neçə mənim tipslərim var ki, onları vərəqimdə qeyd etmişəm. Deməli, birincisi, dostlar, ingilis dilində danışmağın ən yaxşı üsullarından biri danışmaqdır. Bu gülməli səslənə bilər, amma biz çoxumuz tələbələrin müraciətlərindən söhbət edir. Deyirlər ki, müəllimə, çox söz bilirəm, söz bazam var, amma danışa bilmirəm. Bu nədən irəli gəlir? Bunun səbəbi nədir? Dostlar, kimin ki söz bazası var, onlar ingiliscə danışa bilmir. Bu problemi aradan qaldırmanın birinci üsullarından biri writingdir. Bəli, danışmağın yolu writingdən keçir. Çünki biz söhbət əsnasında, conversationda danışarkən artıq o dərhal sürətli düşünmək, vaxt tələb etdiyi üçün sən dərhal danışmalısan. Orada sən hər hansısa bir vaxt intervalın olmur ki, düşünəsən və cavab verəsən. Dərhal cavab verməlisən, zaman düşünməyəsən, vaxtın olmur. Amma writingdə olarkən sən artıq həm zaman düşünə bilərsən, həmçinin də bütün necə deyirlər, fikrini toplaya bilərsən. Dərhal danışmağına və yaxud dərhal yazmağına ehtiyac yoxdur. Ona görə danışmağın bir yolu da writingdən keçir. Yəni writing çox önəmlidir. Mənim məsləhətim olardı ki, speakinglə bağlı müəyyən bir problem yaşayanlar writingə də müraciət etsinlər. Öz fikirlərini vərəqə yazsınlar və artıq günbəgün bu irəlilədikcə həmin o speaking problemləri aradan qalxmalıdır mütləq sürətdə. İkinci tipsim nədir? Partner. Hər bir speaking üçün faydalı yollardan biri də elə məhz partnerin tapılmasıdır. Hər bir kəs speakingi inkişaf etdirmək üçün düşünürəm ki, özünə bir partner tapmalıdır. Və bu zamanda suallar ünvanlanır ki, bəs müəllimə, tutaq ki, səhv etdik, bu səhvi biz necə müəyyən edə bilərik? Və yaxud da ki, deyirlər, mənə danışıram, partnerimlə danışıram, amma biz bir-birimizi başa düşmürük, fikirlərimizi bir-birimizə çatdıra bilmirik. Bu da bir problemdir. Dostlar, məncə bir insan danışmaq istəyərkən speakingdə özünə partner tapmaq əvəzinə özünün belə deyək, partneri olsa daha yaxşı olar. Bu nə deməkdir? Yəni, artıq qarşıdakı insanın leveli, söz ehtiyatı bizdən yüksək olanda bizim self-confidence-imiz, yəni özümüzə olan güvənimiz aşağı düşür. Həmin bu öz güvənin aşağı düşməməsi üçün məsləhətim elə insanın özünün özünə partner olmasıdır. Yəni, necə deyərlər, insan özünün özünə etdiyindən yaxşı heç kəs heç nə bilməz. Ona görə düşünürəm ki, öz partnerimiz özümüz olmalıyıq. Yenə sual verirlər, səhv etdim, hardan biləcəm, elə özüm üçün danışacaqmı? Dostlar, bizim heç birimiz native speakerlər deyilik, səhv edə bilərik. Bu çox normal bir hadisədir, force majeure bir hadisə deyil, böyüdüləsi bir hadisə deyil. Ona görə səhv edə bilərik, həmin o səhvlərimizdən öyrənəcək belə deyək. Yəni, artıq biz günbəgün özümüz, özlərimizə self-study etdiyimiz zaman, özümüzü inkişaf etdiyimiz zaman artıq bu problemlərin hamısı aradan qalxacaq və biz zaman keçdikcə müəyyən bir zaman intervalında öz səhvlərimizi müəyyən edə biləcək. Və növbəti, müəllimlərin ən çox dediyi, mənim də ən çox dediyim, ingiliscə düşünün, ingiliscə düşünün. Azərbaycan da düşünmürük, tələbələ qayıdıb deyil, müəllim, mən heç Azərbaycan da düşünə bilmirəm. Bu nə mövzudur, necə olacaq bunun axırı və müəllim deyil. Deməli, ingiliscə düşünmək dediyimiz zaman dostlar, iki məqama müraciət etməyi mən sizə tövsiyə edə bilərəm. Birinci, özünüz üçün bir jurnal tutmağınızdır. Jurnal dediyim nədir? Yəni bir dəftərdir. Gün boyu nə edirsiniz, nə edəcəksiniz, nə etməyi planlaşdırırsınız. Bunların hamısını o dəftərdə qeyd edin, ingilis dilində. Və daha sonra bunu hər gün mütəmadi olaraq edin. Yalnız bir günlük deyil. Yəni tez pes etməyin belə deyək də. Yəni, davamlı olaraq siz bunu davam etdirməlisiniz, ingiliscə yazmalısınız. Çünki danışmağın bir yolu da writingdən keçir, az öncə qeyd etdiyim kimi. Ona görə də bir özünüz üçün jurnal tutun və yenə tələbə sual verir, deyir, bəs müəllimə, mən Azərbaycanla düşündüyüm o cümlələri ingiliscə deyə bilmirəm, söz ehtiyatım o qədər yoxdur. Bir sözü bilməyə bilərik. Əsas məsələ o sözü öyrənmək üçün göstərdiyimiz cəhd və effortdur. Yəni, sözü bilməsəniz belə, həmin o sözü müəyyən bir lüğətlər, o qədər lüğətlər var dostlar, hal-hazırda bütün internet, yəni internetin olması bütün insanlar üçün əlverişlidir. İstənilən mənbəni biz istədiyimiz zaman çox qısa bir vaxt intervalında əldə edə bilirik. Ona görə də yaxşı olardı ki, bilmədiyimiz sözləri özümüz üçün balaca bir kitabca və yaxud da ki, öz yazdığımız jurnala qeyd edək.
Qeyd etməklə qalmayaq, əzbərləyək. Çünki dostlar, ingilis dili dəyişmir, yəni dəyişir. Sözümün canlıdır. Yəni o yazacağımız söz yenə bizə lazım olacaq. Bizim fikrimizi ifadə etmək istədiyimiz zaman, yəni hər zaman biz ona ehtiyac duyacağıq. Yəni bu sözü istifadə etmək lazım gəldikdə, yenidən Google Translate və yaxud da hər hansı bir lüğətə baxmaq əvəzinə öz beynimizdən istifadə etsək, bu bizə daha çox self-confidence verməzmi? Əlbəttə ki, verər. Ona görə də yazdığımız o sözləri öyrənməyiniz çox vacibdir. Və ikinci məqam, yəni think, özünə düşünmək, ingiliscə düşünmək haqqında öz-özünə danışmaqdır. Bu biraz crazy səslənə bilər, amma mənim özümdə etdiyim üsullardan biri də bu. Ətrafınızdakı olan hər şeyi ingilisləşdirməlisiniz. Bu nə deməkdir? İngilisləşdirmək. Yəni, etdiyiniz bütün hərəkətləri istər ucadan, istərsə də öz daxilinizdə ingiliscə deməlisiniz. Bəzən elə situasiyalar, elə yerlər olur ki, biz onu ucadan deyə bilmirik, qəlbə səslənər ətrafdaşlarım bizə baxışlarını düşürmək istəmirəm. Ona görə də yəni, biz onu öz daxilimizdə ingiliscə deyə bilərik. Yeməkmi yeyirik, nəsə istəyirikmi? Onların hamısı ingilis dilində. Yenə dediyim kimi, söz bilməyəcəksiniz, çox normaldır. Biz native speakerlar deyilik, yaxud da biz orada yaşamırıq. Biz sadəcə dili öyrənmək istəyən, belə deyək də, bir nəsilik. Və bunun üçün əlimizdən gələni edirik və inanmaq da bacarmağın yarısıdır. Biz əgər bu yola girmişiksə, nəsə bir dil öyrənmək məqsədimiz varsa, əlbəttə ki, bu bizim cəsarətimizdən və inancımızdan irəli gəlir. Ona görə də yəni həvəsdən düşmürük və həmin o sözləri lüğətimizə qeyd edib, dəftərimizə qeyd edib əzbərləyirik. Və gəldi elə mənim toxunduğum self-confidence məsələsi. Yəni, bu self-confidence çox əsas məqamlardan biridir. Speakingin, ümumiyyətlə, nəinki speakingin hər şeyin başlanğıcıdır. Kimlərdə ki, self-confidence, yəni danışarkən özünü itirmək, özünə inam yoxdursa, arxadakı yazıda bilmirəm, tam düşür videoya düşmür. Don't panic, speak English. İngiliscə danışarkən panikaya düşməyin, yəni stress olmayın belə desək. Yəni dostlar, bu self-confidence'ın build, yəni tikməyin, düzəltməyin, qurmağın ən yaxşı yollarından birini mən sizə belə bir tövsiyə verəcəm. Hər hansısa bir mövzu götürün. Bu heyvanlar haqqında ola bilər, güllər haqqında ola bilər, həyat haqqında ola bilər və yaxud da sizin gündəlik rutininiz haqqında ola bilər. İstər internetdən, amma mənim tövsiyəm özünüz yazmağınız olacaq. Bir vərəq götürün, adi bir vərəq və o vərəqdə müəyyən bir mövzu haqqında öz fikirlərinizi ingiliscə yazın. Və həmin yazdığınız mövzuya aid 3-4 dənə sual tətbiq edin, tərtib edin və həmin o sualları sanki qarşınızda böyük bir auditoriya, kütlə varmışcasına başlayın danışmağa. Yəni özünüzü bir müəllim və yaxud da ki, böyük bir kitləni sizin izlədiyinizi düşünən böyük bir şəxsiyyət olaraq özünüzü təsəvvür edin və sanki o kütləyə suallar verilmişcəsinə başlayın həmin o yazını istər ucadan, istərsə də səssiz formada oxuyun, amma ucadan oxumağınızı tövsiyə edirəm ki, həmin aurada özünüzü hiss edəsiniz. Başlayın oxumağa və suallar oxuduqca, daha doğrusu mətni səsləndirdikcə suallar, sanki qarşı tərəfə sual verirsiniz, kimsə sizi dinləyir, əslində qarşınızda heç kəs yoxdur. Amma elə bir imagination yaradırsınız ki, sanki qarşınızda kimsə sizi dinləyir. Necə mən videoda danışıram, sanki mənim qarşımda siz hər biriniz məni dinləyirsiniz. Və belə olduqda artıq siz öz güvəninizi istər-istəməz artıq necə deyərlər, düzəltməyə və bərpa etməyə başlayırsınız. Yəni, danışarkən panik olmağa ehtiyac yoxdur. Yəni, bütün bunların hamısı normal hallardır. Necə ki, bir ingilis, Azərbaycan dili bizim kimi danışa bilmirsə, yaşamadığı sürət ərzində, biz də yəni onun dilini orada yaşamadığımız, uzun müddət qalmadığımız bir müddət ərzində çox da panika olmadan, rahat bir formada danışa bilərik. Yəni, videomuz bu qədər idi. Ümidvaram sizlərə kömək ola bildim. Müəyyən bir tipslər verdim ki, düşünürəm ki, speakingdə olması kömək olacaq. Növbəti videolarımızda görüşmək ümidi ilə. Sağ olun.